Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Nur Mustafazadə, metodika üzrə təlimçi olaraq fəaliyyət göstərirəm. Bugün 15 noyabrda keçirilən ödənişsiz kurikulum sınavımızın izahını verəcəm. Bunu da qeyd edim ki, bildiyiniz kimi bu sınavda ən yüksək nəticə əldə etmiş 5 müdavim, 5 müəllim belə deyək, ödənişli dərslərimizdə 50% endirim əldə edəcək. İlk sualdan başlayaq. Burada uyğunlaşdırmadır. Bunu qeyd edim ki, burada sualların əksəriyyəti uyğunlaşdırmalar ola bilər. Bunun səbəbi bütün mövzulara toxunmaqdır. İzahda da demək olar ki, bütün mövzulardan müzakirə edə bilək deyə bu qədər uyğunlaşdırma qoymuşam suallara. Sertifikasiyada bu qədər çətin düşmür. Miqdə ola bilər, amma sertifikasiyadan buna nisbətən daha asan düşür mövzular. Suallar daha rahat düşür. İlk sualımızda uyğunlaşdırmadır gördüyünüz kimi. Təhsil formalarından bəhs edir. Formal, qeyri-formal və informal. A variantında deyir: Azərbaycanda özəl universitetləri bitirdikdə verilən sənəd. Bu bildiyimiz kimi formala aiddir. Çünki özəl universitet belə olsa, sonda dövlətin verdiyi bir sənəd varsa, dövlət tərəfindən tanınan bir sənəd varsa, artıq bu belə deyək, formal təhsilə aiddir. İkinci, şəxs xaricdə universiteti bitirib, lakin sənədi hələ ki dövlətdə tanınmayıb. Baxın, universiteti bitirib, lakin dövlətdə tanınmayıb. Biz nə dedik? Dövlətdə tanınanlar formal təhsilə aiddir. Əgər tanınmırsa, bu qeyri-formal. Deməli, nə oldu? 1A, 2B, üçüncüyə baxaq. Yəni C-yə. Şəxsin dərnəyə gedərək aldığı təhsil. Dərnəkdə də sonda ona hər hansı bir sertifikat, hər hansı bir sənəd verilə bilər. Amma bu dövlət tərəfindən tanınmır bildiyiniz kimi. Ona görə bu da qeyri-formal aiddir. D-yə baxaq. Müxtəlif resurslardan istifadə edərək biliyini özü inkişaf etdirir. Bu da informal aiddir. Yəni, özü heç bir şəxsdən, heç bir yerdən belə deyək, kömək almadan, öz-özünə müxtəlif resurslardan, internetdən araşdırır, tutaq ki, öz biliyini artırırsa, bu da informal aiddir. Deməli, nə oldu? 1A, 2B, C, 3D. Yəni ki, cavab C variantıdır. İkinci suala baxaq. Bu da təhsil alma formalarına aid olan bir sualdır. Sərbəst təhsil alma forması və fərdi təhsil alma forması. Yəni, bu müdavimlərin ən çox qarışdırdığı təhsil alma formalarıdır. Ona görə məhz buradan sual salmaq istədim. A-da deyir: müəyyən səbəblərdən təhsildən kənar qalan şəxslərin məktəbə gəlmədən təhsil proqramını mənimsəməsi. Əgər, baxın, fərdi təhsil almada da, sərbəst təhsil almada da hər iki şəxs müəyyən səbəblərdən təhsildən kənarda qalır. Lakin sərbəstdə məktəbə gəlmədən proqramı özü mənimsəyir. Fərdidə məktəbə gələrək mənimsəyir. Yəni, burada da A-da deyir ki, müəyyən səbəblərdən təhsildə kənar qalan şəxslərin məktəbə gəlmədən təhsil proqramını mənimsəməsi. Ona görə bu sərbəst təhsil alma formasına aiddir. Yəni, biri A-dır. 2-də isə deyir ki, müəyyən səbəblərdən təhsildə kənar qalan şəxslərin kənarda qaldığı müddəti məktəb şəraitində dövlət hesabına bərpa etməsidir. Bayaq da qeyd etdiyim kimi. Baxın, bu da müəyyən səbəblərdən kənarda qalıb. Lakin bunun məktəb şəraitində dövlət hesabına bərpa edir. Bu da fərdi təhsil alma formasına aiddir. Yəni, nə oldu? 1A, 2B. Daha sonra C-də nə deyir? Təhsil alana ümumi təhsilin hər hansı bir səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsil alma formasıdır. Bu da sərbəst təhsil alma formasına aiddir. Yəni, sərbəst təhsil alma forması sadəcə kənarda qalan şəxslərə aid edilmir. Həmçinin məktəbdə, tutaq ki, məsələn, bu hansı siniflərə aiddir? 3-də, 8-də və 10-da oxuyan şagirdlərə aiddir. 3-də oxuyur, tutaq ki, 3-də oxuyan bir şagird 4-cü sinifi oxumadan 4-cü sinifin materialını mənimsəyir və birbaşa 5-ci sinifə keçmək istəyir. Və yaxud da ki, 8-ci sinifdə oxuyan bir şagird 9-cu sinifə getmədən 9-cu sinifin materialını özü mənimsəyir və birbaşa 10-cu sinifə keçir. 9-cu sinifin imtahanını verir, 10-cu sinifə keçir. Və yaxud da yenə 10-cu sinifdə oxuyan bir şagird 11-i oxumadan 11-in bütün materialını özü mənimsəyir və birbaşa imtahan verir və məktəbi bitirir. Bu da sərbəst təhsil alma formasına aiddir. 3, 8 və 10-cu siniflərdə oxuyan şagirdlər üçün. Deməli, 1-ə A, C, 2-yə B və D-dir. D-yə də baxaq. Bu təhsil alma formasında 3 şəxs iştirak edə bilir. Yəni, adında fərdi təhsil alma forması olsa da, burada maksimum 3 nəfər iştirak edə bilir. Deməli, burada cavab nə oldu? 1AC, 2BD, yəni D variantı. Digər bir suala baxaq. Təhsil alanların hüquq və vəzifələrinə aid olan maddələri seçin. Təhsil alan kim idi? Şagirdlər.
Bir də deyir, sağlam həyat tərzi keçirmək. Bildiyimiz kimi bu şagirdlərin, yəni təhsil alanların vəzifələrinə aid olan bir maddədir. Hər bir şagird zərərli vərdişlərdən uzaq durmaq məcburiyyətindədir və sağlam həyat tərzi keçirmək onun vəzifəsidir. İkinci, təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək. Bu, şagirdlərə deyir, müəllimlərə, yəni təhsil verənlərə aid olan bir maddədir. Üçüncü, ümumi təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında iştirak etmək. Biz dərslərimizdə də deyirik ki, bu maddə həm valideyn, həm müəllim, həm şagirdə aid ola biləcək bir maddə ikən, sadəcə təhsil alanların hüquqlarında qeyd olunub. Yəni digər maddələri məntiqlə tapmaq mümkün ikən, bu maddəni və buna bənzər bir neçə maddəni əzbərləmək lazımdır. Yəni ki, bu da təhsil alanların hüququna aid olan bir maddədir. Dördüncüdə nə deyir? Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına uyğun davranmaq. Bu da həmçinin təhsil alanların vəzifələrinə aid olan bir maddədir. Daha sonra şərəf və ləyaqətin hörmətlə yanaşılmasını tələb etmək. Tələb etmək sözü varsa, bu təhsil verənin, yəni müəllimin hüquqlarına aiddir. Biz qeyd etmişdik ki, müdafiə olunmaq sözü varsa, o şagirdə aiddir. Lakin tələb etmək sözü varsa, bu müəllimə aid olan bir maddədir. Deməli, cavabımız nə oldu? Sağlam həyat tərzi keçirmək 1. Daha sonra ümumi təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında iştirak etmək 3. Daha sonra təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına uyğun davranmaq. Bu da 4. 1, 3, 4. Yəni B variantı. Dördüncü suala baxaq. Azərbaycanda təhsilin ən üst səviyyəsi hansıdır? Bax, bu suala bəziləri ali yazır və yaxud da ki, tam orta yazır. Əgər ümumi təhsilin ən üst səviyyəsi deyilsəydi, onda tam orta seçə bilərdik. Burada Azərbaycanda təhsilin ən üst səviyyəsi deyilir. Və bu da doktoranturadır. Bakalavr da deyil, doktorantura. Azərbaycanda təhsilin ən üst pilləsi hansıdır? Ali. Ali təhsil pilləsinin ən üst səviyyəsi hansı? Doktorantura. Yəni birinci səviyyəsi bakalavr, daha sonra magistratura və daha sonra doktorantura. Buna görə də burada cavab doktoranturadır. Yəni Azərbaycanda təhsilin ən üst səviyyəsi dedikdə doktorantura nəzərdə tutulur. Amma deyilsə ki, Azərbaycanda təhsilin ən üst pilləsi hansıdır? Onda ali təhsil seçməliyik. Digər bir suala baxaq. Səhv fikri seçin. A variantında deyilir. Müxtəlif fənlərin məzmunundan asılı olaraq məzmun xəttləri dəyişir. Burada səhv yazmışam. Xəttlər əvəzinə xəstlər yazmışam. Məzmun xəttləri dəyişir. Bəli, bu doğru fikirdir. Müxtəlif fənlərin məzmunundan asılı olaraq məzmun xəttləri dəyişir. Yəni normalda məzmun xətti dəyişməzdi. Lakin bir fənnin daxilində. Bu deməkdir ki, yəni bir neçə fənnin məzmunundan asılı olaraq hər birinin məzmun xətti fərqlidir. Bəli, doğru fikirdir. B variantı. Bir alt standartın müxtəlif bölmələrin tərkibində reallaşdırıla bilər. Bir alt standart müxtəlif bölmələrin tərkibində reallaşdırıla bilər. Bəli, doğrudur. Bir alt standart bir dərsdə reallaşdırıla bilər, bir neçə dərsdə. Alt standart nə idi? Şagirddə formalaşdırılması lazım olan bilik və bacarıq. Yəni bu dövlət tərəfindən qoyulan bir tələb idi də. Biz bu alt standartı bir dərsdə reallaşdıra bilərik, bir neçə dərsdə. Hətta bəzi alt standartlar var ki, onlar bir tədris ilində reallaşdırılır həmin. Ona görə bu fikir doğru hesab olunur. C variantına baxaq. Alt standart fənnin məzmunu ilə bağlı müəllimin müəyyənləşdirdiyi tələblərdir. Xeyr, bu yanlışdır. Bayaq da qeyd etdik. Alt standart fənnin məzmunu ilə bağlı dövlətin müəyyənləşdirdiyi tələblərdir, müəllimin deyil. Müəllimin reallaşdırdığı tələblərdir. Əgər desəydik ki, müəllimin reallaşdırdığı tələblər, onda doğru götürərdik. Lakin bu alt standart fənnin məzmunu ilə bağlı dövlətin müəyyənləşdirdiyi tələblərdir olmalıydı. Ona görə bu səhv fikirdir. Digərinə baxaq. Əsas standart təlim üsullarını müəyyənləşdirməyə xidmət etmir deyir. Bəli, bu da doğrudur. Yəni bunu test tələsi yazan bir müəllim o xidmət etmir sözünü xidmət edir kimi görüb, onu səhv variant kimi götürür bəzən. Bunu qeyd edək ki, təlim üsullarını müəyyənləşdirməyə xidmət edən hansı idi? Alt standart. Yəni təlim üsullarıdır, təlim strategiyalarıdır. Bu alt standart sayəsində reallaşdırılır, belə deyək, həyata keçirilir. Burada isə deyək ki, əsas standart təlim üsullarını müəyyənləşdirməyə xidmət etmir. Bəli, xidmət etmir, çünki alt standart xidmət edir. Ona görə D variantı doğrudur. Burada cavab nə oldu? C variantı. Digər bir suala baxırıq, 6-cı sual. Burada bir situasiyadır. Deyir ki, müəllim evə araşdırma ilə bağlı tapşırıq verir. Lakin Günay adlı şagird deyir ki, qonaqlarımız gəlmişdi və mən tapşırığı həll etmədim. Günayda hansı səriştə zəifdir? Burada
görünür ki, Günay məsuliyyətsiz bir şagirddir. Qonaqların gəlməsini bəhanə edib tapşırığı həll etməyib. Edə bilməyib yox, həll etməyib. Bu onun məsuliyyətinin zəif olduğunu göstərir. Bu da şəxsi və sosial məsuliyyət səriştəsinin onda zəif olmasını göstərir. Əgər desəydi ki, Günay adlı şagird bu tapşırığı həll edə bilməyib, araşdırma edə bilməyib, onu özü tək başına həll edə bilməyibsə, onda müstəqil öyrənməni seçə bilərdik. Yəni müstəqil öyrənmə səriştəsi zəif olardı onda. Amma burada şagird bəhanə gətirir. Deyir ki, qonaqlarımız gəlmişdi, mən tapşırığı həll etmədim. Bu da onun şəxsi və sosial məsuliyyət səriştəsinin zəif olduğunu göstərir. Yəni cavab B variantıdır. 7-ci suala baxırıq. KSQ və BSQ zamanı müəllim şagirdlərə güzəşt getmir və hər kəsi bilik və bacarığına görə qiymətləndirir. Müəllim burada hansı prinsipə əməl etmişdir? Biz inkişaf yönümlülükdə demişdik ki, müəllim doğru qiymətləndirmə aparmalıdır, nəticələri doğru şəkildə təhlil etməlidir, nəticəyə əsasən tədbir görməlidir. Yəni, əgər müəllim KSQ və BSQ qiymətləndirməsi zamanı şagirdlərə güzəşt gedərsə, onların qiymətlərində hər hansı bir artım edərsə tutaq ki, artıq inkişaf yönümlülük prinsipini pozmuş sayılır. Heç bir şəkildə müəllim kiçik summativ qiymətləndirmə olsun, böyük summativ qiymətləndirmə olsun, fərq etmir. Bunlarda güzəştə getməməlidir. Yəni, əgər güzəştə getmir və onların bilik və bacarığına görə qiymətləndirirsə, bu da onun inkişaf yönümlülük prinsipinə əməl etmiş olması deməkdir. Yəni ki, burada cavab B variantıdır. 8-ci suala baxaq. Burada hökmlərdir, gördüyünüz kimi. Hökm 1-ə baxırıq. Olimpiyadda yüksək nəticə əldə edən şagirdlər universitetə imtahansız qəbul olurlar. Bu, hamı tərəfdən bilinən ümumi bir qaydadır. Və sonda nəticə nədir? Deməli, yüksək nəticə əldə etsəm, mən də imtahansız universitetə qəbul ola biləcəm. Bu sonda şagirdin gəldiyi fikir isə xüsusi bir təcrübəsidir. Ümumi qaydadan xüsusi bir təcrübəyə gəlib. Biz demişdik ki, əgər xüsusidən ümumiyə gəlirsə, nəticə olaraq bu induksiyadır. Amma qaydadan ümumidən xüsusiyə gəlirsə, bu artıq deduksiyadır. Burada da göründüyü kimi, ümumi qanuna uyğunluqda xüsusi bir nəticəyə gəlib şagird. Bu da cavabın deduktiv olduğunu göstərir. Yəni, deduktiv düşünmə formasından istifadə edib. Yəni, cavab B variantıdır. Deməli, 9-cu suala baxaq. Burada məntiq xətaları ilə situasiyaları uyğunlaşdırın deyir. Biraz uzun görünsə də rahat bir sualdır. Deməli, A-ya baxaq. KSQ zamanı Lalə adlı şagird sualların cavabını kitabdan köçürürdü. Bunu görən müəllim bu etdiyinin doğru olmadığını vurğulayan zaman Lalə, mən cavabları köçürtmürdüm. Sadəcə kitabı gətirmişəm, ya yox ona baxım və sumkama qoydum. Ona baxdım və sumkama qoydum. Kitabı gətirib gətirmədiyinə baxıb və sumkasına qoyub. Deyə cavab verdi. Burada Layla hansı məntiq xətasına düşür, buna baxaq. Burada bildiyiniz kimi Layla söhbəti başqa yönə çevirir. Bu da çox mənalı danışmağa aiddir. Yəni ki, Lalə müəllimin dediyi sözü başqa istiqamətə yönləndirib fikri dağıtmağa çalışır. Ona görə çox mənalı danışmaq məntiq xətasına düşür. B-yə baxaq. Orxan düşünür. Bizim sinifdə hamının ağıllı saatı var. Mən də bu saatdan almalıyam. Əgər şəxs hamının etdiyi şeyi edirsə, bu cəmiyyət tərəfindən qəbul edilməkdir. Məsələn, əsasən bu indi də var. Hamı trend olan tutaq ki, telefonu alır. Amma mən də gedib o telefondan almalıyam, misal üçün. Və ya hamı bu köynəkdən geyinir, mən də gedib o köynəkdən almalıyam. Bu cəmiyyət tərəfindən qəbul edilmək məntiq xətasına aid edilir. C-yə baxaq. Toğrulu hər kəs çox sevir. O futbola gedir. Mən Toğrul kimi futbola getməliyəm. Baxın, burada şəxs bayaqkindən fərqli olaraq özünü sadəcə bir şəxsə bənzədir. Bir şəxsin etdiklərini təkrarlayır. Bu da özünü bənzətmək məntiq xətasına düşmək deməkdir. Variantlarımızda özünü bənzətmək məntiq xətası yoxdur. Ona görə C variantını normalda məsələn siz imtahanda olanda belə edə bilərsiniz. Sizin üçün daha rahat olsun deyə. C-nin olduğu bütün variantları çıxdaş eləyə bilərsiniz. Məsələn, aşağıdakı variantlara baxanda C demək olar ki, 3 variantda da var. Bunların hamısını çıxırsınızsa, əgər bir sualdan tutaq ki, əminsinizsə və həmin o sualın tutaq ki, yanlış olduğunu bilirsiniz, bu formada yoğunlaşdırmalar edirlər buna əsasən. Həmin o C-ni tutaq ki, A-da da var, C-də də var, D-də də var. Onların hamısını çıxırsınız, sona qalır nə? B variantı. Heç digər sualları oxumağa da ehtiyac qalmır. Bu üsuldan da istifadə edə bilərsiniz qərarsız qaldığınız məqamlarda. Deməli, D-yə baxaq. Sinifə yeni gələn ingilis dili müəllimi çox mehribandır.
Deməli, bütün ingilis dili müəllimləri belə mehriban olur. Bu nə oldu? Həddən artıq ümumiləşdirmə məntiq xətasıdır. Yəni bir müəllim sənə mehribandır deyə bütün ingilis dili müəllimləri mehriban olacaq deyə bir şey yoxdur. Burada şagird həddən artıq ümumiləşdirmə məntiq xətasına düşür. E variantına baxaq. Məktəbə yeni gələn coğrafiya müəllimi şagirdlər dərsi pozur deyə sərt reaksiya verir. Bunu görən Aytən adlı şagird düşünür ki, müəllimin çox tünd xasiyyəti var. Burada da yenə Aytən adlı şagird həddən artıq ümumiləşdirmə məntiq xətasına düşdü. Bunu bəzən şəxsi qərəzliklə qarışdırırlar, amma burada belə bir şey deyil. Bayaq bir müəllimin, bir ingilis dili müəlliminin etdiyi davranışı bütün belə deyək ki, müəllimlərə aid edərkən, burada da müəllimin bir xarakteri göstəricisini onun ümumi xasiyyəti olaraq belə deyək ki, qəbul etdi şagird. Və əgər müəllim ta ki bir an əsəbidirsə, əsəbi reaksiya göstərirsə, bu onun daimi olaraq xasiyyətinin tünd olduğu, əsəbi olduğu mənasına gəlmir. Bu da yenə həddən artıq ümumiləşdirmə məntiq xətasına aid edilir. Digər varianta baxaq. Banu gülləri hər gün sulamaq lazım olduğunu deyir. Lakin Banunun davranışı mənə xoş gəlmir. Məncə o bu mövzuda da səhv düşünür. Baxın, bunu deyən şəxs Banudan xoşu gəlmir deyə onun fikrini də qəbul etmək istəmir. Bu da şəxsi qərəzlik məntiq xətasına düşmək deməkdir. Deməli, cavabınız nə oldu? 1B, 2A, 3D, E və 4Ə. Yəni B variantı. 10-cu suala baxaq. Məktəbdəki intizam qaydalarına əməl etməyin vacibliyini əsaslandırın. Biz əsaslandırmanın dəyərləndirmək və təhlil etməkdə olduğunu bilirik. Əgər şagird öz mövqeyini əsaslandırırsa, bu dəyərləndirməyə aiddir. Xeyr, başqasının mövqeyini əsaslandırırsa, bu təhlil etməyə aiddir. Burada da qeyd olunur ki, məktəbdəki intizam qaydalarına əməl etməyin vacibliyini əsaslandırın. Yəni, burada təhlil etmək variantını seçməliyik. Niyə? Çünki əgər desəydik ki, intizam qaydalarına belə deyək, qoyulması doğru qərardımı və yaxud da bu mövzu olan fikrinizlə əsaslandırın desəydi, dəyərləndirmək olardı. Amma burada deyir ki, doğruluğunun belə deyək, vacibliyini əsaslandırın, əməl etməyin vacibliyini əsaslandırın. Yəni belə deyək, məktəbdəki intizam qaydalarına əməl etməyin vacibliyi hamı tərəfindən bilinir. Yəni nə qədər vacibdir, bu hər kəs tərəfindən bəllidir. Onu əsaslandır, sübut elə ki, nə qədər vacibdir. Başqasının mövqeyini əsaslandırır. Ona görə də təhlil etmək variantını seçməliyik. Digər bir variant, daha doğrusu digər bir sual, 11-ci suala baxırıq. 3-cü qrupa hazırlaşan Gülər düşünür ki, mən humanitar fənlərdə çox da yaxşı deyiləm, lakin hesablama, məntiq mənim üçün daha maraqlıdır. Uğur əldə etmək üçün 3-cü qrupa deyil, 1-i və 2-ci qrupa hazırlaşmalıyam. Gülər emosional sahənin hansı mərhələsindədir? Bu, birbaşa təşkil etməyə aid edilir. Niyə? Çünki təşkil etmədə demişdik ki, şəxs özü ilə bağlı qərar verir. Metakognitivlik də. Yəni, əgər situasiyada metakognitivlik ilə bağlı hər hansı bir şey varsa, bu təşkil etmə ilə aid edilir. Təşkil etmə variantını seçməliyik burada. Yəni ki, şəxs özünün özü üçün nəyin doğru, nəyin yanlış olduğunu bilir və buna uyğun qərar verə bilirsə, o emosional olaraq təşkil etmə mərhələsindədir. Digər bir suala baxaq, 12-ci sual. İnklüziv təhsil ilə bağlı doğru fikirləri seçin. Birdə deyir, inklüziv təhsil sadəcə əqli və fiziki qüsurlu şagirdlər üçün öyrənməni əlçatan edir. Xeyr, bu yanlışdır. Sadəcə əqli və fiziki qüsurlu şagirdlər üçün deyil. Belə deyir, ümumilikdə bütün öyrənmə çətinliyi olan şagirdlər üçün əlçatan edir öyrənməni. Lakin burada deyir ki, sadəcə əqli və fiziki qüsurlar. Ona görə bir səhvdir. Digər variant, daha doğrusu ikinciyə baxırıq. Burada deyir ki, inklüziv təhsil öyrənmə çətinliyi olan şagirdlər üçün öyrənməni əlçatan edir. Bəli, doğrudur. Yəni, bu əqli də, fiziki qüsurlu da ola bilər, öyrənmə çətinliyi də ola bilər, fərqi yoxdur. Yəni, inklüziv təhsil öyrənmə çətinliyi olan şagirdlər üçün öyrənməni əlçatan edir. 2 doğrudur. 3. Sinifdə əqli geriliyi olan şagirdlərə qiymətləndirmədə güzəşt edilməlidir. Xeyr. Əgər hər hansı bir situasiyada, hər hansı bir variantda, imtahanda fərqi yoxdur, haradasa siz qiymətləndirmədə güzəşt sözünü görmüsünüzsə, həmin variant birbaşa səhvdir. Nə olur olsun, qiymətləndirmədə güzəşt edilməməlidir. Bunu unutmayın. Ona görə 3 də səhvdir. 4-ə baxırıq. Müəllim qrupla iş zamanı qrupları şagirdlərin istəyinə uyğun deyil, onların xüsusiyyətlərinə görə qurmalıdır. Bəli, doğrudur. Yəni, heç bir şəkildə biz qrupları şagirdlərin istəyinə görə qurmamalıyıq. Onda hərə öz yaxını, hərə öz dostunu öz qrupuna çəkəcək və yaxud da ki, hər hansı bir şagirdi mən qrupumda istəmirəm deyəcək. Tutaq ki, belə mübahisələr yaranacaq.
Ona görə şagirdlərin xüsusiyyətlərinə uyğun müəllim qurmalıdır qrupları. İndi burada cavab nə oldu? 2 və 4, yəni A variantı. Digər bir suala baxırıq. Qeyd olunanlar hansı iş üsuluna aiddir? İş üsuluna aid bir sual. Suallar texnikasıdır. Problemlə bağlı araşdırma aparılır. Tədqiqat layihələrində və bir çox problemin həllində yaradıcı düşüncəni stimullaşdırır. Məlumat toplayıb problem həll edilir. Heç bir şey yox. Biz layihə sözünə baxaq ən birinci. Demişdik ki, layihələr hansında var idi? Layihə 4N1KH-da var idi və 3N-də var idi. Yəni ki, layihə sözünü gördük. Ya 3N-dir, ya da 4N1KH. Digər variantlar getdi. İndi baxırıq, suallar texnikası deyir. Suallar texnikası hansında idi? 4N-də. 3N ünsiyyət texnikası idi. 4N1KH isə suallar texnikası idi. Yəni, siz qısa məlumatları beyninizdə saxlayaraq, ya da yadınızda saxlayaraq, rahat şəkildə cavabları tapa bilərsiniz. İndi biz burada bir baxdıq. Layihə var. Deməli, bu iki variantdan biridir. Suallar texnikası deməli B variantıdır. Digər bir suala baxaq. Doğru fikri seçin. Deməli, A variantında deyir, qiymətləndirmə rubikləri bütün dərslər üçün eyni meyarlar əsasında hazırlanır. Bu yanlış fikirdir. Niyə? Çünki bütün meyarlar dərsin məqsədinə uyğun hazırlanmalıdır. Hər dərsin məqsədi də fərqlidir. Buna görə hər dəfə, hər dərsdə fərqli, belə deyək, meyarlar əsasında hazırlanmalıdır rubiklər. Ona görə A variantı səhvdir. Daha sonra B variantına baxaq. Formativ və diaqnostik qiymətləndirmənin hər ikisi təlimi effektiv planlamağa şərait yaradır. Bəli, doğru fikir budur, B variantı. Hər ikisi təlimi effektiv şəkildə planlamağa şərait yaradır. C variantına baxaq. Özünü qiymətləndirmə meyarlarını şagirdlər dərsin məqsədinə əsasən hazırlayır. Əslində düzdür bu. Necə? Dərsin məqsədinə əsasən hazırlanır özünü qiymətləndirmə meyarları. Lakin bunu şagirdlər hazırlamır, müəllimlər hazırlayır. Amma burada deyir ki, özünü qiymətləndirmə meyarlarını şagirdlər dərsin məqsədinə əsasən hazırlayır. Xeyr, şagirdlər niyə qiymətləndirmə meyarı hazırlamalıdır? Müəllim hazırlayır onu. D variantına baxaq. Formativ qiymətləndirmə nəticələri şagirdin gündəlik kəmiyyət olaraq yazılır. Xeyr, keyfiyyət olaraq yazılır. Kəmiyyət olaraq yox. Yəni rəqəmlə yazılmır. Keyfiyyət olaraq yazılır. Sözlə yazılmalıdır formativ qiymətləndirmə nəticələri. Burada cavab nə oldu? B variantı. 15-ci suala baxaq. Şagird puzzle-da Azərbaycan xəritəsini yığır. Azərbaycan xəritəsi nəyə aiddir? Görüntü olaraq da, yəni Azərbaycan xəritəsinə baxır. 15-ci suala baxaq. Şagird puzzle-da Azərbaycan xəritəsini yığır. Uyğun variantı seçin. Deməli, Azərbaycan xəritəsi nədir? Yəni Azərbaycan xəritəsi şəkil kimi bir şeydir. Tutaq ki, məsələn, şagird qıraqda xəritəyə baxır və ona uyğun puzzle-da həmin o eynisini yığmağa çalışır. Gözlə bağlı bir məqam olduğuna görə məkan vizual intellektinə aid edilir. Yəni ki, cavab məkan vizual intellektdir, yəni C variantıdır. Digər bir suala baxaq. Deməli, 16-cı sualda nə deyir? Məktəbin 5-ci sinif şagirdləri sinifdə nadinclik edirlər. Koridordan müəllimin gəldiyini eşidib bilən kimi hər kəs öz yerinə oturub sakitcə dərslərlə məşğul olmağa başlayırlar. Mənəvi inkişaf nəzəriyyəsinə əsasən hansı mərhələdədir bu şagirdlər? Bu rahat bir sualdır. Cavab itaət və cəzadır. Yəni qorxurlar. 5-ci sinif şagirdləri müəllimlərin gəlib onları cəzalandırmağına, onları danlamağından qorxub hamı öz yerinə oturur. Burada cavab itaət və cəzadır. Digər bir sual. 17-ci suallar nə deyir görək? Deməli, bullyingin qarşısının alınması üçün hansı addım doğru hesab edilmir? A variantında nə deyir? Bullyingə qarşı aqressiya göstərilməməsi. Bəli, bu doğrudur. Niyə? Çünki yəni iki şagird bir-birinə bullying edirsə, tutaq ki, və yaxud da bir şagird yəni bullying edirsə, biz də həmin o şagirdə aqressiya göstərməməliyik. B variantı. Şəfqət və empatiya hissi ilə yanaşmaq. Bəli, bu da doğrudur. C variantı. Buzqıran strategiyalarını valideynlərə tətbiq etmək. Xeyr, bu yanlışdır. Yəni valideynlərə niyə tətbiq etməliyik? Bunu şagirdlər arasında tətbiq etməliyik ki, onların bir-birinə olan yaxınlığı, bir-birinə qarşı olan empatiya hissləri artsın. D variantı mənəvi dəyərlər aşılamaq. Bu da doğru bir variantdır bildiyiniz kimi. Burada cavab nədir? C variantı. Buzqıran strategiyaları şagirdlərə tətbiq edilməlidir, valideynlərə deyil. Digər bir suala baxaq. 18-ci sual. Sinif müzakirələri zamanı Ayten adlı şagirdin çoxluğun düşüncəsini üstünlük göstərərək fikrini dəyişməsi diqqətlərdən qaçmadı. Bu şagirdin hansı tip insana məxsus olduğunu söyləyə bilərik. Deməli, biz demişdik ki, əgər başqalarının fikri ilə öz fikrini çox tez dəyişirsə şəxs, bu ekstravert düşüncə tərzinə aiddir.
Xeyr, ətrafdakıların fikri ona heç bir şəkildə təsir etmir. Sadəcə öz fikrinə əsasən davranırsa, qərar verirsə introvertə aiddir. Amma yox, həm ətrafın fikirlərini götürür, həm də özünün fikirlərinə əsasən ortaq bir qərara gəlirsə ambivertə aiddir. Burada isə şəxs gördüyünüz kimi ətrafın, yəni digər şagirdlərin çoxluğunun düşüncəsinə üstünlük göstərərək öz fikrini dəyişir. Bu da şagirdin ekstravert düşüncə tərzinə sahib olduğunu göstərir. Deməli, digər suala baxaq. Burada bir situasiyadır gördüyünüz kimi. Situasiyada nə deyir? Tural adlı şagird sual-cavab zamanı aktiv iştirak etmir və zəif nəticə göstərir. Bu kimi hallarda o özünü bacarıqsız hiss edir və bu onun öyrənməsinə mane olur. Bu zaman hansı belə deyək davranış doğru olar? A variantına baxaq. Müəllim şagirdin bu həssaslığını nəzərə almalı və ona hər zaman daha sadə və rahat suallar, tapşırıqlar verməlidir. Bu yanlış bir variantdır. Yəni indi burada şagird zəif nəticə göstərəndə özünü bacarıqsız hiss edir deyə ona daima sadə və rahat tapşırıqlar verməməliyik. Bu yanlış bir fikirdir. Baxın, hər zaman deyir. Bu olmaz. A variantı səhvdir. B variantında deyir, müəllim şagirdi psixoloqa yönəltməlidir. Psixoloq şagirdlə birlikdə söhbət aparmalı və ona mənəvi dəyərlər aşılamalıdır. Bu qulağa doğru kimi gələn yanlış bir variantdır. Niyə? Bəli, şagirdi psixoloqa yönəldə bilər. Psixoloqla birlikdə söhbət apara bilər. Amma mənəvi dəyərlər aşılama söhbəti orada yanlış edir variantı. Yəni burada mənəvi dəyərlərlə bağlı bir məqam yoxdur axı. Şagirdin özünü bacarıqsız hiss etməsi var. Yəni mənəvi dəyərlər aşılaması bu problemi həll etmir. Ona görə B variantı da yanlışdır. C variantına baxaq. Şagirdin bu tipli zəif nəticə göstərdiyi məqamlarda müəllim onunla söhbət aparmalı, işə yaramazsa cəzalandırma tədbiri görməlidir. Söhbət aparmalıya qədər doğrudur. İşə yaramazsa cəzalandırma tədbiri görməsi tamamilə yanlışdır. Yəni belə bir anda şagird dəstək olmalı ikən niyə cəzalandırma tətbiq edək həmin şagirdə? Ona görə C variantı da yanlışdır. D variantına baxaq. Müəllim şagirdə əsas olan öyrənmə olduğunu izah etməlidir. Həmçinin bu kimi problemli situasiyalarda şagirdə psixoloji olaraq dəstək olmalıdır. Bəli, doğru olan variant budur. Cavab D variantıdır. Şagirdə əsas olan öyrənmə olduğunu hər bir şəkildə izah etməliyik. Hər bir situasiyada fərqi yoxdur. Şagird bilməlidir ki, nəticə deyil. Əsas olan öyrənmədir. Yəni biz öyrəniriksə, nəticəmiz zəif olsa da bu bizim üçün problem olmamalıdır. Deməli, burada cavab D variantıdır. İndi isə digər suala baxaq. Sonuncu sual, 20-ci suala baxaq. Burada bullyingdən söhbət gedir. Deyir ki, Orxanın Mahirdən xoşu gəlmir və dostu Yusifə deyir ki, ona kobud sözlər desin və onu zənglə döysün. Hansı bullying növləri istifadə edilib? Baxın, xoşu gəlmədiyi üçün dostu Yusifə deyir ki, ona kobud sözlər desin və onu zənglə döysün. Bu məqsədli şəkildədir. Biri var məqsədsiz olar, biri var məqsədli. Burada məqsədlidir çünki ona xoşu gəlmir deyə bunlar edir. Daha sonra ona kobud sözlər desin, verbaldır. Məqsədli, verbal, yəni 1-3. Daha sonra döysün deyir. Fizikidir. Sosial deyil burada, vasitəsiz də deyil, vasitəlidir. Niyə? Çünki özü eləmir. Dostu Yusifə deyir ki, sən onu get döy. Yəni ki, burada nədir cavab? Məqsədlidir, verbaldır, yəni 1-3. Fizikidir, 4. Həmçinin vasitəlidir 7. 1, 3, 4, 7. Yəni B variantı. Deməli müəllimlər, suallarımız bu qədər idi. İzahları bacardıqca detallı şəkildə verməyə çalışdım. Ümid edirəm ki, hər kəsə yararlı olmuşdur. Dərslərimizə qoşulmaq və o haqda məlumat əldə etmək istəyirsinizsə, burada qeyd olunan nömrədən yazıb məlumat əldə edə bilərsiniz. Hər birinizə uğurlar diləyirəm. Sağ olun.